Dünən toyun nətər keçdi? Bir palatka yəsib palatkan yığıb sən oturub orada çalmışsan. Saat 2-nin yarısıydı sənin səsin gəlirdi. Gördüm çabaç vermirlər. Toyda qutarıb becərir də evə. Getdim benim dalıcan dedim tələçmə. 10 manat ondan çabaç aldım. Çabaç alandan sonra çərə qədər tuppudurup. Bir də gördüm saat 2-nin yarıçıdır, 2-yə qalır. Yencə cəlgicinin mal verdim, həlki çən get. Deyirəm, meydan qardaşı nağara çalmağına görə pul verməsələr də, susmağına görə yaxşı pul verərlər. Nə olub ki, Naz meydanın nağara çalmağına? Natiq ritim qrupu, Natiq özü gəlmişdi meydanın dalınca ki, gedək mənim ansambılımda çal. Getmədi, dedi karyeramı kətdə başa vuracam. El olmadı, danış da. İnanan daşı dönsün. O nə deməkdir? Qapıyacan gəlmişik. Anisə, qaza bax. Nə yiyərəm ona? Hədə bəs gizləmə. Qaqaç, bu traktor canlı hacımdır. Nə olub ki? Çölnümə çarımçaq düşüb. Deyirəm ki, bacara bir 5-6 kilo çarımçaq alım gətirim, qoyaq duca. Hara? Bacar da, bacar. Bacara yedim içirəm. Hədə ürəyibə düşməyib. Əfruz səndi də al, onu gətir. Bu da dişdən atdı onun həyətinə ki, cəmaatın işi gedməsin. O nə sözdür ki? Ha? O nə sözdür ki? O sözdür ki. Ha? Az cəmaat qapı bağlamağa, nə bilim, yol kəsməyə sənin yanıma gəlir. Bu da mənə deyir, buna Yaxşın da, imkan verin çörəyimi yiyeyim də. Ağaç, mənim traktorum rəhmətli atamızın Moskviçi də öyle xalasto eləyəsən, bıraxasan gedə bazara. Düzdür ki. Mən onunla ailə saxlayıram. Nəsə, mən getdim ki. bir şey yerdik ki. Gəlsən, ha? Qaqaç, ay qaqaç. Mənə də bir dənə tüküt də, tükağın başında taksi tapım bacara geyim. Yaxşı, gəl. Bacara bilmirəm. Aa, nə olub ki? Salamatçılıqdır. Yaxşı da ki, nə olub ki? Az yaxşı, əqrəb qaşlarını oynadırsan. Az gördüm də, elə bilirsən görmədim. Qapıdan çıxanda başın gicələndi. Hamiləsən? Bilmirəm, deyəsən. Ha? Az narahat olmayaysan. Buraları özüm yığışdıraram, özüm silərəm, süpürərəm. Narahat olma. Hamiləsiyoz. Hə, narahat deyirəm. Hamiləsiyoz. Öyle də, öyle. Hələ bizə hamiləyəm. Səni sən necə işlətsən mən, deyəm. İt kimi. Mübarək olsun, mübarək olsun. Buna bax, xəbəri yoxdur, xəbərdən. Ay münasib qardaş, nətərsiz ki? Sağ ol, yaxşı olasın. Gəlləri söz deyəcəyəm. Ay can. Gözlərimiz aydın olsun ki, təbrik eləyirəm sizi, hə? Niyə? Qulağınızı belə gətirin. Axır ki, həyətdəki qaz yoxdur, onu kəsib yeyə biləcəksiniz ki. Dişləmə, dişləmə. Ciddisən? Hə, nöşküdür deyirəm. Mənim istiyatım güclüdür. Hə, o vaxtı zəlzələ olmuşdu, yadınıza gəlir. 2001-ci ildə. Bizim həyətdə it var, mən itdən qabaq hiss eləmişdim, zəlzələ olacaq. Hə, sən itdən betərsən, hə. Münasib qardaş, atı olursunuz, bax xətrinizə dəymirəm, xətrinizə dəymirəm. Amma bu boyda Lovell traktoru sürürsünüz ki, gündə yox bir 200 manat qazanırsınız, halal xoşunuz olur. Şirinlik vermirsiniz ki. Mən razı. Nə razı? Ala, bu sənin şirinliyin. Hə. Amma bir şərtim var. Nə şərtdir? Ne içini değiştirmişik pramoy. Ümid qalıbdır pisə, kürək və çəkim kisə, qocalmısan aynısə, nənəmoy. Az yaxşı. Nənəmoy, pramoy. Az məndə meyxana demək istedadı var da. Az deyərdin də. O vaxtı Samirə mədi ki, gedək toylara deyək sənə meyxana, bir şey qoymadı. Nağara. Ərün, hələ bir də gedərsən nağara çalarsan deyərdin də. Əşəvsimi bilərəm. Qulaq az. Ne Bir üçün? dənə mənə çay ver oradan, çay, ürəyim yanı çay istəyirəm. Az yaxşı da qoy da bunu yerə də. Şivabren oynama. Gör bu təmizkar oldu mənim üçün. Dedim biraz toz var, verədiyinə bax bunu. Ne olub ki? Az biz üç bacı olmuşuq. Üçümüz də təmizkar olmuşuq. Evləri növbə ilə silmişik. Bacım, mən, sonra o birisi bacım. Anamız bizi belə böyüdü. Ay yazı. Deyirəm, heç olmasa biri biz silərdiniz. İkimiz də gəlib dərs oxuyardıq. Bir savadımız olardı da. Bir savadsız da hamımız, bir savad. Qulaq az, get çay gətir. Bir də şeydir, patron yağına mənə kotlet pişir. Deyirəm aynısı, elə sevinirəm. Niyə? Sən də uşaq istəyirsən? Yox, nə uşaq. Sənin yerimə sevinirəm də. Deyirəm ki, axır ki bir ev yeməyi yeyəcəksən, kotletdə bir ət yeyəcəksən, ona görə. Az yaxşı, az danış. Gör nə deyirəm? Bir dənə bu yastığımı düzət, belim ağrıyır belim. Düzəldin də, Bunu düzət. Düzəldim, bacı. Tez. Gətirə düzəldim. Ay, sən bunu düzət. Bir də ayaqlarımı biraz masaj elə. Ayaqlarımı? Hə. Yaxşı. Buzda ayaqlarım. Ay, sağ. Davay.
Yaxşıdır. Hadi yuxum gəldi. Get çay gətir, kotletdə bişir. Deyirəm ki, aynı sağ. Biz yatın. Mən deyirdim ki, siz yavaş-yavaş çıxıb gedəcəksiniz də bu evdən. Əksinə baxıram çoxalırsınız, bir də gəlir. Ha, yaxşı, davay. Gelim gətirin. Ha, kotletə bişir. Ne üçünü dəyişdirmişik. Paramoy, paramoy. Nanamoy. Ay can, emi oluram, emi. Kardeşim balıç gelir, götüreceğim, o kaldıracağım, öpeceğim. Can yine diyettim ye. Hadi yaxşı da. Qoymadılara 5 dəqiqə yatım. Ay, Əfruz, yeməyim nə oldu? Az ver yeməyi də, özü mənə qabları da yu. Güya qabları ancaq elə sən yursan ki. Mən yuram da qabları. Sən nə yursan ki? Sən yursan da ondan sonra gəlib mən bir də yuram ki, təmiz olsun. Yaxşı, get. Təmiz olsun. Git. Səs eləmə də. Ay qız, ağacım, qara tavanı hazırlayın, patron yağını gətirin, qazı kəsdim. Pişirək onu. Əfruç. Hadi, atamın yadigarını kəsmişsən. Ha? Bəs demədin ki, sən at olanda kəsərsən? Münasib qardaş, bax yağ məndə hazırdır, tava da qaynardı. Qazanı Orada çöldə. gedək gətirək də Gedək, qazanı. gəl. Dələcmə. Bərkə kebab eləyək, kebab. Hadi, nə kebab? Mən yalandan demişəm ki, hamiləyim, bunu işlətmək üçün. Mən yalandan at oluram. Mən yalandan kəsdim qazı. Deyirəm buna bax ya, hamını aldadı be. Az mən də sən keyfimdən qulluk eləməmişəm. Münasib qardaş 150 manat verdi, ona görə mən də baxıram sənə. Nə? 150? 150 manat? Münasib səni bilsən nə eləyərəm? O qazı götürərəm. Diri. Az yaxşı da. Kəsmirsən də, hə? Bəs sən kəsmişsən. Kəsə, pişmiş. Bilirsən də sən Hangisi? 150 manat. Deyirəm, ölürəm də belə ər-arvadsında. Bütün günü qovalar bir-birin, oturan belə tamaşa eləyəm. Bax, nə qaçır. Mən öpürəm, kacım. Başına.